Kanalıma hoş geldiniz. Bugün bir vlog çəkirəm. Dedim yemək yeyə. Elə bir özümə qəşəng şey hazırladım. Yemək yeyə sizinlə danışım dedim. Həm danışaq, həm söhbət. Həm də mən vlogumu çəkmiş olaram. Mən yəni o qədər də belə çox böyük bir porsiya yeyən bir insan deyiləm. Deyəcəksiniz ki, niyə özənsizsən? Yəni makyaj eləməyi sevmirəm açıq. Yəni özel gün olmasa, xüsusi bir şey olmasa makyaj eləməyi də sevmirəm. Çünki makyaj onsuz da bir zaman sonra eləyəcəyim də. O yaşdan asılı olaraq, yəni 35-dən 40-dan sonra onsuz da üzümüzə bir çox prosedurlar eləyəcəyim, makyaj eləyəcəyim. Ona görə çox da özümü yıpratmaq istəmirəm, açıq deyim. Elə çox bir şey hazırlamamışam. Meyvə deyib, bir-iki dolma qoymuşam. Podruqam pişirmişdi. Ad gündən qalanları biraz yiyirəm. Bir də belə Misirdən bir çay gətirib, çayı dəmləmişəm. Hətta paylaşmışdım videoların birində limonlu. Bir düşməzə dadı var. Belə deyim də, həqiqətən də Almaniyada her şey okeydir. Hə. Mesela üçün iş imkanı olsun, ondan sonra pul imkanı olsun. Diyoruz ki, ya əvvəlkinə giyərsən, demirəm ki, pul imkanı. Çünkü vergilər o qədər çoxdur ki, həmin o vergilər sayəsində sağ olsunlar maaşdan bir şey qalmır. Evli olmayıb evladınız yoxdursa, yəni maaşınızdan hiçbir şey qalmır. Hamısı vergiyə gedir demək olar ki. Ona görə də o iş imkanı cəhətdən biraz çətinlik çəkə bilərsiniz. Yəni hər iş istədiyiniz kimi alına bilməz. Hər iş istədiyiniz kimi olmur. İstədiyiniz nəticəni əldə edə bilmirsiniz. Amma digər şeylərə baxanda isə, yəni yaşam olaraq deyim ki, bir yaşamları var. Allah yaşamırlar. İşləyirlər, qazanırlar, başqa ölkələrə gedib gəzirlər. Hə, yəni Almaniyada o yaşam standartları, ay əylənim, ay belə, ay elə. Yəni mən gecə olsa çıxan biri deyiləm. O qədər yorğun olursunuz ki, işdən gəlib. Yəni o halda olmursunuz da. Yəni işlə əlaqədar olaraq o halda olmursunuz. Yorğun olduğunuz üçün də çox belə çıxım, gəzim, eləyim, bu kimi şeylər heç birisini eləyə bilmirsiniz. Altı bazardır. Altı bazarda deyirsiniz ki, dincəlim. Yəni insanların hamısına baxanda həqiqətən deyirəm, yəni çıxmırlar. Bunlarınki meşədir, göldür, yəni belə ətraf aləmdir. Buralara getmək üçün okey. Amma digər şəkildə yəni çıxım, gəzim, belə şeyləri yoxdur. Ev kiraları çox bahadır. Xazeykalar çox mundardır. Heç sevmirəm, yəni. Dəhşətli dərəcədə pisdirlər, yəni. Keyflərinə görə. İstəsələr verirlər, istəsələr vermirlər. Çünki yəni, sizi bəyənsələr verirlər, bəyənməsələr vermirlər. Kontrakt imzalamışsınızsa, əgər evdən çıxırsınızsa, siz böyük problemlər yarada bilərlər. Hələ xarici vətəndaşlıqsa var bir şey. Həmişə deyirdim ki, müsəlman ölkələrində də bu qeybət falan. Vallahi Avropada olmana baxmayaraq, iş yerində bir qeybətlər gedir, adam şoka düşür ki, ayda bunlar nə danışırlar belə. Ona görə, yəni çox belə monoton, çox belə soyul bir həyat yaşayırmışıq ki. Amma təbii ki, bu ilk gələndə çətin olur da. İlk gələndən sonra adaptasiya dövrü başlayır. Mən işimi dəyişməliyəm falan. İmtahan sürəcim var, onları verməliyəm. Ondan sonra artıq mən Kölndə qalıram, amma dəyişəcəm yəqin ki, böyük ehtimalla. Çünki bura mənə o qədər də demirəm ki, pis yerdir. Yox, çox qəşəng yerdir, böyük şəhərdir. Yəni belə baxanda Köln deyəndə, Almaniya deyəndə ağla Köln, yəni ön sıralarda gələn bir yerdir. Sadəcə bilmirəm, mən Almaniyanı sevmədim, yoxsa mənə mi soyuq gəlir, yəni başqa bir yerə keçmək istəyirəm, mühitimi dəyişmək istəyirəm, biraz depresiv olmuşam, yəni çox depresiyadayım da, yəni tətildəyəm, tətil vaxtı nəsə eləmək istəyirəm, amma eləyə bilmirsə, o halsız olsa, o haldayım yəni. Oturub videolara falan baxıram, biraz dərs oxuyuram. Belə video falan çəkirəm, özüm üçün məşğuliyyət. Başqa belə o qədər də bir şey eləmirəm. Amma dünən podruqamın ad günüydü və iş yoldaşları gəlmişdi.
Çox da maraqlı keçdi, çox əyləncəli keçdi. Kollektiv olaraq onlar hər yerə gedirlər. Bu da ondan qalan yeməklərdir. Sağ olsun. Dün döktürmüşdü, əllərinə sağlıq. Gəzməli yerlər çoxdur. Belə, necə deyim, gedəsiz, Kölndə şey var, bilmirəm, görmüsünüz, keçir adı. Şəkillərdə falan, yəqin görərsiniz Google-da falan və ya gələn varsa, gəlib görmüş ola bilərsiniz. Ora çox gözəldir, amma içi, yəni belə wow dərəcədə bir şey yoxdur. Sadəcə oranın tarixi var ki, oranı o vaxtda xristiyanlar qorxsun, dündən çəkinsinlər deyə tikiblər. Yəni xristiyan kilsə falan deyil ora, dom gedir. Xüsusi bir yerdir. Mən bura gəlməmişdən qabaq, mənim bir dənə padruqam var. Padruqam yerində bacım kimdir, 24 illik rəfiqəmizdən. Nəsə sən gedirsən, sən getdinsə, mən neyəcəm burada falan. Dedim, sən də gəl. Yox, necə falan filan. Mən də o zamanlar marafon eləyirdim. Deməli, dəftərə yazıram, şam yandırıram. Anam deyir ki, bala sən dəli olmuşsan falan. Deyirəm ki, yox, bu olacaq. Amma marafonu axıra kimi eləyə bilmirəm. Biraz eləyirəm, marafonu saxlayıram, biraz eləyirəm, saxlayıram. Dedim, gəl sən, mən bu qədər pul tökmüşəm, marafonu sən elə. Bari sənin işivə yarasın. O da inamsız başladı marafonu eləməyə. Nəysə, marafonu başladı eləməyə. Sizi inandıram. O dəftərə nə yazsa, hamısı bir-bir oldu. Həyatımda heç kim yox idi o. Və Almaniyadan mənim tanışım deyəndə mən də elə yaxından tanıdığım biri deyildi, amma tanıdığım biri idi. Elə oldu ki, yəni bu Almaniya gəlmək üçün sənət, iş falan, mən həkim olaraq gəlirdim, amma o dil ədəbiyyatı bitirdiyi üçün elə gəlmə ehtimalı çox az idi. Nəsə dedim ki, bəs köməklik falan eləsin. Bunlar danışmağa başladılar. Danışdılar. Bu demək dedi ki, bəs şeydir, bizim münasibətimiz yarandı. Mənim ikinci münasibətimiz yarandı. Bu da bəs şeydir, biz evlənməyə qərar vermişik. Yəni heç ağlıma gəlməzdi o dəftərə nə yazdısa. Sonradan yəni oxuduqda dəftərdə olanlar elə düşünməm onun haqqında nə yazmışdımsa, oğlu olacaq falandır, filandır. Sonradan mən də dəftər tutdum, amma mən yenə marafonu yarımçıq qoydum. Amma keçən Hidrellaz günü nə yazmışdım ona? Vərəqə nə yazmışdım? Hamısı yadımda qalmıyor. İkisi üçü yadımda qalıb. Mən deyirəm ki, o ikisi üçü olub. İndi Hidrellazda çox şey yazdım. Düşünürəm ki, olacaq. Anam deyir, heç olmasa, anam da artıq inanır. Deyir, qurban olaram, yaz da, nə olar ora ki, ərə gedirəm. Sadəcə mənim niyyətim başqadır bu dəqiqə. Mən bu dəqiqə həqiqi mənada karyerama odaqlanmışam və istədiyim nəticəni əldə eləməliyəm. Bu arada bu adı yadımdan çıxıb, pastırma, Türk pastırmasıdır. Qonzət deyil, Türk şeyini almışıq, halaldır. Yəni deyir ki, nə var, eləyə seçilməsə ərə get. Mənim ikiz qardaşlarım var. Biri evlidir, məndən 5 yaş balacaq var. Biri evlidir, 3 övladı var. İnşallah o birisində toy yaxındadır. Deyir, onlar evləndi, elədi. Sənə də qalmışsan. Bu valideynlər başa düşürəm. Bizim artıq yaşımız uşaq deyil, 18-19 yaşında deyiləm, oturum gözlüyüm. Valideyn düzdür. Narahat olurlar. Ki, yaş keçdikcə istər-istəməz qız qalanda yaxşı olmur da, qaldı deyirlər. Hatta evdə qaldı deyirlər, amma mən elə düşünmürəm. Düşünürəm ki, yəni bir insan öz ayaqlarının üstündə durandan sonra istədiyi karyeranı əldə edəndən sonra düzdür, yaş keçir. Ana olmaq lazımdır. Mən özüm həkiməm, bilirəm hər bir proses, amma vallahi qapıya da düzülməyiblər. İzah edən lazımdır ki,
10 dənəsi düzülməyib qapıya, seçim bəyənim olun. Bəlkə də baxmıram. Həqiqətən o deyir, insan istəyincə olur. Mən bəlkə də istəmirəm, bəlkə də baxmıram. Gözümün önündəkini belə görmürəm. Çünki həqiqətən o qədər bu aralar vəbşə odaqlanmışam, imtahandır, təhsildir. Ay işim belə olsun, ay işim elə olsun. Mamam deyir, ayılacaqsan ki, bir də 40-50 yaşındasan, təksən. Elə deyil. Yəni, qismət bura nə yazılıbsa, mən o şeyə inanıram. Düz öz əlimizdədir, amma burada nə yazılıbsa odur da. Neyiniyim, özümü öldürəsi deyirəm ki, çıxmayanda çıxmır. Ümumiyyətlə, münasibət elə bir şeydir ki, ailə həyatı qurmaq, yüz ölçüb bir biçmək lazımdır. Ya sabahlar evlənirəm, sonra olmur. O qədər çıxır. Mən sizə nədən danışım? Mən hələ Bakıdaydım onda. Gəlməyə hələ sənədlərimi vermişdim falan. Cavab falan gözləyirdim. Bir qismət çıxdı. Oğlan Almaniyada yaşayırdı. Ailəsi də Fransada yaşayırdı. Nəysə, mamam başımın ətini yedi falan filan. Yox danışmalısan, yox şey eləməlisən. İstəmirəm də, yəni. Mən o insandan ailə həyatı qurmaq istəmirəm. Tanımıram, eləmirəm. Şəklini zaten da görməmişəm. Amma həqiqətən heç fikrim də yoxdur. Həmin aralar vəbşə evliliyin elsini belə eşitmək istəmirdim. Nəysə. Mamam dedi ki, yox, sən danışmalısan falan falan. Mən də onda hələ sənəd verməmişdim. Səhv dedim. Onda mən oxuyurdum Gürcüstanda. Universitetdə. Mamam dedi ki, bəs oğlan Gürcüstana bilet alıb, oraya gəlir səndən görüşmək üçün. Mən dedim ki, gəlir gəlsin, amma görüşən biri olmayacaq da. Yox, görüş falan filan, bəlkə də getməyin üçün yaxşıdır. Ailən var orada, gedəsən, rahat olacaqsan falan. Dedim, yox da, yəni mümkün deyil. Nəsə, oğlan gəlir Gürcüstana, mən gedib görüşmədim, qayıtdı təzən Azərbaycan, amma getdi görüşdü oğlanın ailəsinin oğlanı. Oğlanın boyu 1.60. Mama dedi ki, aşkı görüşməmsən. Heç kim boyuna Allah eləmirəm, amma hər insan bir kriteriyası var da. Yəni mən deyəcəksiniz ki, fərqət 1.60 boyunda biri çıxacaq, qismət olacaq. Valla könül deyib bu. Sevəndən sonra gölçək olar deyirlər, amma kriteriyam budur da, yəni istəmirəm də. Mən də özümə uyğun, görünüşümə uyğun. Demirəm mən wow, gözələm, amma özümə görə gözəl bir qızam. Yəni mən özümü bəyənirəm, özümü sevirəm. Məkiyarsız belə çölə çıxıram. Mən bu şəkildə işə gedirəm, gəlirəm. Mən hər gün makiyaj eləmirəm. Maksimum tuş vuraram, maksimum dodağıma nəsə var. Amma üzümü ay maskalanım, ay belə qrimlənim, ay nə bilim, elə şey yoxdur məndə. Budur. İndi çölə çıxmalıyam podruqamla. Amma heç axotum yoxdur ya, çox yorğunam. Və bugün heç dərs oxumamışam və imtahan verəcək biri olaraq. Heç nə. Mən yedim qəşəncə, doydum. Sizlə də söhbətimi elədim. Çox öpürəm. Kanalıma abunə olun, məni izləyin. Mesaj yazın. Ya xoşunuza gələn, gəlməyən, fikirlərinizi bölüşün. Necə bir formatda video çəkməyimi istəyirsiniz, onu bölüşün. Mən də ona uyğun videolar çəkim. Öpürəm.